Birinci qrup Zeynəb desin. Doymuş 2 atomlu spirtlərin ümumi formulu necədir? Doymuş 2 atomlu spirtlərin ümumi formulu. CnH2 OH2 və ya Evet. CnH2 plus 2 olur. Ay sağ ol. Doymuş 3 atomlu spirtin ümumi formulu necədir? CnH2 O3, OH3. Yaxşıdır. CnH2n yoxsa H2n-1? Bəli, CnH2 minus 1. Bəli. Yadımdan çıxdı. CnH2n-1 OH3. De görək doymuş 1 atomlu spirtlərdə neçə dənə hidrogen var? Doymuş 2 atomu da, doymuş 3 atomu da hidrogen sayı. Doymuş 2 atomluda 2 plus 2 dənə hidrogen var. 2 atomluda belədir. 1 atomluda 2 plus 1, 2 plus 2 dənə var. Hı. Belədir. Düzdür. 3 atomluda da 2 plus 1 üstə gəlsin. 3-də 2 plus 2 dənə var. Bunda deyə bilərik, deməli Zeynəb, həm 1 atomlu, həm 2 atomlu, həm 3 atomluda hidrogenlərin sayı eynidir. Deyə bilərik belə, yoxsa yox? Bəli. Deyə bilərik. Yaxşı. Zeynəb 4-cü qrup desin. Çox atomlu spirtləri 1 atomlu spirtdən hansı maddənin köməyi ilə fərqləndirmək olar? Mis OH2 Mis OH2 hansı rəngli məhlul əmələ gətirir? Çox atomlu spirtlər göyrəkli. göy rəngli məhlul əmələ gətirir. Zeynəbdə görək, deməli, hansı reaksiyalarla etilen glikol almaq olar? Hansı reaksiyalarla etilen glikol almaq olar? Deməli, C2H4-ün H2O2 ilə olan reaksiyasından, Aha, sonra sonra efoksin su ilə olan reaksiyasından, düz, sonra sonra C2H4-ün kalium manqan 14 məhlulu ilə o olan reaksiyada reaksiya. əmsal cəmi neçə olur? Əmsal cəmi yox, əmsallar necə olur? 3, 2, 4, 3, 2, 2. Tamamilə doğru. 3, 2, 4, 3, 2, 2. Bəli. Sən bir dənə mənə de görək, deməli, etilen glikoldan natriumla əvəz oluna bilən hidrogenlərin sayı neçə dənədir? Etilen glikoldan natriumla əvəz oluna bilən hidrogen sayı neçə dənədir? Deməli, 2. 2 dənə. Çünki 2 atomlu spirt daxil, ona görə 2 dənədir. Yaxşı, davam edirik. Tamerlan desin. 1 mol gliserin neçə mol nitrat turşusu ilə efirləşmə reaksiyasına girər? 3 mol. 3 mol. Tamerlan desin 1 mol etilen glikol neçə mol nitratla əvəz etməyə girər? 2 mol.